Gününüz aydın olsun, əziz Azərbaycan xalqı. Allah dünyasını dəyişən cəmi atalara rəhmət eləsin. Məkanlar cənnət olsun inşallah, şəhidlərimiz də başda olmaqla. Mənim bir prinsipim var, ağac əkmək prinsipi və bu prinsiplə də atamın ad günü münasibətilə ağac əkdim. Aldığım hədiyyə, ona hansısa verdiyim dəyər bir qırağa ağac əkməyi mən özəl günlərdə özümə borc bilirəm. Hansı ki, əzizlərimin doğum günlərində, məsəl üçün bu gördüyünüz bu igid balamın ad günündə əkirəm, digər əzizlərimin ad günündə əkirəm və özəl günlər hansı ki, dünyasını dəyişən əzizlərimizi xatirə əkirəm, başda da anam olmaqla, şəhidlərimizin anım günü ağac əkirəm, Aşura günü İmam Hüseyin xatirinə ağac əkirəm və məqsədim də təbiətimizi gözəlləşdirmək, oksigenlə təmin eləmək və bu balaların sabahsı gün o əkdiyim o 6 incir ağacı hansı ki ailə üzvlərimizin sayı qədər əkmişəm, o incir ağacından dərib yeməyi mənim nə xoş halıma. Allah bütün ailələri atasız eləməsin, anasız eləməsin. Ata evin dirəyidir, ana evin gözəlliyidir. Allah bütün balaları qorusun. Allah sizləri var eləsin.